Onlarla ölkə Rusiyaya qarşı Ukraynaya qoşun yeridə bilər. Kiyev üçün böyük jest. Ukraynaya əhəmiyyətli sayda ölkə sülhməramlı qüvvə göndərməyə hazırdır. Report Guardian qəzetinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Keir Starmerin rəsmi nümayəndəsi bildirib. Starmer martın 15-də Ukraynaya dəstək və təhlükəsizlik təminatlarını müzakirə etmək üçün İstəklilər Koalisiyası liderləri ilə onlayn görüş keçirib. Kütləvi informasiya vasitələri Britaniyanın Ukraynada sülhməramlılar yerləşdirmək planlarından xəbər tutub. Bu, xeyli sayda qoşun yerləşdirilən ölkələr və başqa yollarla töhfə verən geniş bir qrup ölkə ilə əhəmiyyətli bir qüvvə olacaq. Kütləvi informasiya vasitələri baş nazirin nümayəndəsindən sitat gətirib. Bundan əvvəl Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Macronun 37 ölkəni Ukraynada sülhməramlılar yerləşdirməyə və Kiyevə təhlükəsizlik zəmanəti verməyə hazır olan dövlət koalisiyasını yaratmaq üçün çalışdığı xəbəri verilmişdi.